hörmətli izləyicilər. Bugün sizinlə birlikdə 2025-ci ildə nəşr olunmuş 9 illik din test toplusundakı ətrafdakı insanlar mətninin izahına baxırıq. Belə izahların davamının gəlməyini istəyirsinizsə, kanalıma abunə olub gözəl rəylər yaza bilərsiniz. İndi mətnimizlə tanış olaq. O, elektrik qatarında əlini başının altına qoyaraq uzanıb mürgülüyürdü. Çox kasıb geyinmişdi. Əynində nimdaş boz paltosu, başında ipləri süzülmüş yun şalı vardı. Qəflətən yerindən dikəlib. Hələ ramenə çatmamışıq, deyərək oturdu. Bayıra yağan yağışı görüb üz-gözünü turşutdu və mızıldadı. Bircə bu çatmırdı. Bu ki göbələk yağışıdır. Sizə nə ziyan var axı? O, bir anlıq təəccüblə baxdı və izah etdi. Bu yağış taxıla ziyan vurur. Axı yaşamaq üçün çörək lazımdır, nəinki göbələk. Orta boylu, günəşdən qaralmış dərisi, dərin qırışlarla örtülmüş, təxminən 80 yaşlarında olan bu qarı kifayət qədər zirək idi. Dərisi sərtləşmiş, damarlı əlləri də güclü idi. Danışarkən ağzında 2 ədəd nazik, saralmış qabaq dişi görünürdü. Qarı yaylığını düzəldərək gülümsədi və özü haqqında danışmağa başladı. Özüm İrkutsk vilayətindənəm. Heç kimim yoxdur. Təqaüd üçün Moskvaya getmişdim. Nə gediş biletim vardı, nə də qayıdış. Heç yüküm də yoxdur. Bir çöp də. Bu meyvələr də perronda bir qadın vermişdi deyə içində 2 dənə alma olan paketi işarə etdi. Heç elə şey olar, necə olub ki qatardan düşürtməyiblər? Bəs nəzarətçilər axı hamını yoxlayırlar. Düz 2 dəfə gəlib. Nəzarətçi kimdir ki? O da bizim kimi insandır, deyərək yüngülcə gülümsədi. Hər yerdə insanlar var. Özünə bəraət qazandıraraq əlavə etdi. Mən ki keyfimdən getməmişəm, iş dalınca getmişəm. Onun hər yerdə insanlar var sözlərində insanlara qarşı elə bir inam və optimizm ifadə olunurdu ki, adam özünü yüngül hiss edir, ətraf sanki işıqlanırdı. Biletsiz və pulsuz Rusiyanın yarısını qət etmək və o cürdə geri dönmək ağla sığmazdı. Amma dinləyənlərin hamısı ona inanırdı. Onun simasında cəlbedici bir ifadə vardı. Səmimiyyət, müdriklik üz-gözündəki mehriban işıltı onun daxilindən gəlirdi. Sərnişinlərdən kimsə onu qutaba qonaq etdi. O da təşəkkür edərək həvəslə qəbul etdi və qutabı götürüb qabaq dişləri ilə yeməyə başladı. Bu vaxtı yağışdan sonra gün çıxmış və gözqamaşdırıcı şüaları ilə otların yarpaqlarının üzərində bərq vururdu. Qarı əlindəki küncü didilmiş qutabı kənara qoydu və parıldayan gözlərini geniş açaraq pəncərədən çölə baxıb həyəcanlı səslə dilləndi. İndi isə suallarımıza baxaq. Mətndə hansı fikir ifadə olunmamışdı? Hər şeydən zövq almağı bacarmaq lazımdır. Bəli, bu qadın hər şeydən zövq alırdı. O, təbiət hadisəsindən də, yağışdan sonraki hadisələrdən zövq alırdı. Yaşayışını, yəni şikayət kimi bildirmirdi. Ona görə bu variant deyil. İnsanlara inanaraq çox şey əldə etmək olar. Bəli, bu qadın insanlara inanmışdı və nəticəsində Rusiyanın yarıdan çox hissəsini pulsuz şəkildə səyahət etmişdi. Nikbinlik insana güc verir, yaşamağı asanlaşdırır. Bəli, bu qadın nikbin idi, yəni gələcəyə ümidli idi. Ona görə də yaşamağı daha asan olurdu. Pulun dəyəri insanın dəyərini üstələyib. Bu yanlışdır. Bu mətndə tam bunun əksi ifadə olunub. İnsanın dəyəri pulu üstələyib. Daha sonra Y bəndi. Xeyirxahlıq olmasa yaşamaq çətin olar. Bəli, mətndə bu haqda da məlumat var. Ona görə cavabımız olur D bəndi. İndi 52-ci sualımıza baxaq. Qarşısındakının şəhərli olduğunu anlayıb ifadəsini rəqəmlə işarələnmiş hansı boşluğa əlavə etmək olar? Gəlin baxaq. Birinci boşluq. Hələ ramenə çatmamışıq, deyərək oturdu. Bayırda yağan yağışı görüb üz-gözünü turşutdu və mızıldadı. Bura aid edə bilmərik. İndi ikinciyə baxaq. Bu ki göbələk yağışıdır. Sizə nə ziyanı var axı? O bir anlıq təəccüblə baxdı. Yəni fikirləşdi ki, qarşısındakı kəndli deyil. Kənddən olsaydı, bu yağışın nə ziyan verdiyini anlayardı. Ona görə qarşısındakının şəhərli olduğunu anladı və izah etməyə başladı. Bu səbəbdən də cavabımız olur B bəndi.
Keçək digər sualımıza. Mətndə tünd qara hərflərlə yazılmış sözün şərhinə uyğun ifadə hansı cümlənin tərkibində işlənməmişdir deyil. Tünd qara hərflə verilən ifadə nimdaş boz paltosudur. Yəni nimdaş sözdür buradakı. İndi həmin sözün izahına baxırıq. Nimdaş köhnəlmiş, yəni bir neçə dəfə geyinilmiş, çox dəfə geyinilmiş paltar mənasını və yaxud hər hansı bir geyim mənasını ifadə edir. İndi variantlarımıza baxaq. Xanım uşaqlarının bir qədər geyinilmiş paltarlarını onlara verərdi. Bəli, burada nimdaş mənasını ifadə edir. Qədim abidələr qorunur. Bu variantı saxlayırıq. Ayağındakı köhnə ayaqqabılarını kandarda çıxarıb içəri girdi. Burada köhnə ayaqqabı nimdaş mənasını ifadə edir köhnə sözdə. Bəli, ona görə bu variantı da götürmürük. Ələsgər dayı nisbətən köhnəlmiş kostyumunu geyinmirdi. Bu da düzgündür. Nimdaş köhnəlmiş mənasını ifadə edir. Rəngi solmuş, təzə olmayan yorğanı başına çəkdi. Bəli, rəngi solmuş demək ki, köhnədir. Ona görə bunu da götürürük. B variantına baxaq. Qədim abidələr qorunur. Biz qədim abidəyə nimdaş abidə deyə bilərik? Yox. Demək ki, bu söz onu əvəz eləyə bilmir. Nimdaş sözü qədim yox, köhnə, geyinilmiş, bu mənanı ifadə edir. Ona görə cavabımız olur B variantı. İndi isə keçək digər sualımıza. 54-cü sual. Hansı cümlə mətnin davamı ola bilər? Kəş heç vaxt yağış yağmayaydı. Onun heç bir faydası yoxdur. İlahi, bu nə gözəllikdir. Siz bir bu gözəlliyə baxın. Bu mənzərəni heç vaxt sevməmişəm. Qocalıq çox pis şeydir. Heç nədən zövq ala bilmirsən. Bu yağış hər şeyi korladı. İndi baxaq bu variantlardan hansı olur. Son cümləmizi oxuyaq. Qarı əlindəki küncə dediyimiz kitabı kənara qoydu və parıldayan gözlərini geniş açaraq pəncərədən çölə baxıb həyəcanlı səslə dilləndi. Demək, parıldayan gözü varsa bu, yəni sevindiyini bildirir. Ona görə biz burada müsbət bir şey götürməliyik. Gəlin baxaq ən uyğun olanı. Bəli, burada 54-cü sualda ən uyğun olanı ilahi. Bu nə gözəllikdir. Siz bir bu gözəlliyə baxın. Yəni qadın gözəlliyi gördüyü üçün gözləri işıldamışdı, parıldamışdı. Ona görə ən düzgün cavabımız B bəndi olur. Hansı izah mətndə altından xətt çəkilmiş sözün mənasına uyğundur? Mətndə altından xətt çəkilən sözümüzə baxaq. Bu meyvələri də perronda bir qadın vermişdi. Altından xətt çəkilən sözümüz perrondur. Perron sözünün mənası da sərnişin platformasıdır. Bu sözün mənasını lüğətdən də araşdıra bilərsiniz. Daha sonra keçək digər sualımıza. Çərçivəyə alınmış sözün qarşılığı hansı cümlədə verilmişdir? Gəlin çərçivəyə alınan sözümüzə baxaq. Optimizm sözüdür. İndi bunun cümlədəki mənasına baxaq. Onun hər yerdə insanlar var sözlərində insanlara qarşı elə bir inam və optimizm ifadə olunurdu ki, adam özünü yüngül hiss edirdi. Bəli, sualımızın cavabını tapırıq indi. Optimizm sözü nikbinlik, xoş əhval-ruhiyyə mənasını bildirir, gələcəyə ümidlilik. Cavablardan baxaq hansı buna uyğun gəlir. Komandir nikbinlik dolu bir səslə hamını döyüşə ruhlandırdı. Bəli, elə bu nikbinlik sözü bu cümlədəki optimizm sözünün mənasını izah edir. Ona görə cavabımız A bəndidir. Keçək digər sualımıza. Üzərində rəqəm yazılmış ifadələrlə bağlı uyğunluğu müəyyən edin. Gəlin üzərində rəqəm yazılan ifadələrimizə baxaq. Bəli, birinci ifadəmiz. Bu yağış taxıla ziyan vurur. Ziyana vurmaq, yəni döymək, şillələmək bu mənanı ifadə edir də vurmaq sözü. Ziyan vurmaq isə heç ziyana belə şillə ilə vururlar? Yox. Demək ki, bu məcazi mənalı bir ifadədir. Ona görə biz dili məcazi götürürük. Daha sonra 2-yə baxaq. Qarı yaylığını düzəldərək gülümsədi. Bəli, qarı yaylığını həqiqətən düzəldə bilər. Ona görə bu həqiqi mənalı ifadədir. Keçək 3-cüyə. Necə olub ki, qatardan düşürtməyiblər? Qatardan düşürmək həqiqi mənalı bir ifadədir. Ona görə bu, yəni həqiqi mənalıdır. Nəyinə görə?
Çünki qatardan insanı həqiqətən düşürə bilərlər də. Məsələn, öz məkanına çatdı, deyirlər ki, sən artıq qatardan düş. O insan həqiqətən də ayağı ilə qatardan düşür. Ona görə bu həqiqi mənalıdır. Keçək digərinə. Bəraət qazandıraraq. Bəraət qazandırmaq məcazi mənalı bir ifadədir. Daha sonra iş dalınca getmişəm. İş dalınca getmək də məcazi mənalıdır. Ona görə cavabımız 1, 4, 5 məcazi, 2, 3 isə həqiqi mənalı ifadə, yəni D-bəndidir. Mətnin plan ardıcıllığını müəyyən edin. Baxaq. Birinci, yoxsul görkəmli qadın haqqında danışılır. Daha sonra 1. Təbiət hadisəsinin zərərindən bəhs olunur. Taxıla vurduğu zərərdən. Bundan sonra gəlir 4-cü, ödənişsiz səyahət. Daha sonra ikinci gəlir, sərnişinlərin rəğbəti. Ardıcıllığımız bu şəkildə davam edir. İndi 59-a baxaq. Hadisə hansı fəsildə baş verir? Nə üçün bu qənaətə gəldiniz? Hadisə məncə yay fəslində baş verir, çünki taxılı insanlar yay fəslində biçirlər. Ona görə də cavabımız yay fəslidir. Daha sonra 60. Mətn əsasında cədvəl tamamlayın. Birinci nəticə hissəsini verib. İnsanlar ona inanırdılar. İnsanlar o qadına niyə inanırdılar? Çünki onun üzündə bir səmimiyyət var idi. Deyir, hər kəsi ələ ala bilirdi o səmimiyyəti ilə, üzündəki mehribanlığı ilə, baxışları ilə. Buna görə. İndi ikincidə səbəb hissəsi verilib. Hər zaman ətrafda xeyirxah insanlar tapılır. Nəticədə isə qarı pulsuz, biletsiz səyahət edə bilmişdi o insanların köməyi ilə. Məsələn, orada işləyən şəxsin köməyi nəticəsində o pulsuz şəkildə, biletsiz şəkildə səyahət edə bilmişdi. Digər insanlar da buna səsini çıxarmamışdı. Belə, bugünkü izahımız bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.